Gün ərzində nə qədər zənglər gəlir dərslə bağlı və bir hadisə həqiqətən də mənə gülməli gəlir. Yəni şagird soruşur ki, yəni hara gəlmək lazımdır, yəni dil öyrənmək istəyirəm. Hələ də insanlar var ki, bilmir ki, bizdə onlayndır. Mən deyirəm ki, onlayndır bizdə ancaq. Və şagird deyir ki, yox, mən onlayn öyrənə bilmərəm. Birinci cümləyə fikir verin. Mən onlayn öyrənə bilmərəm. Deməli, sən hələ onlayn öyrənməyə heç cəhd etməmisən. Amma artıq özün üçün qərara gəldin ki, sən onlayn öyrənə bilməzsən. Sən artıq özünü bir neçə addım geri turladın düşüncəndə. Ümumiyyətlə, psixoloji kitablar oxuyan, psixologiya ilə maraqlanan insanlar çox qəşəng bilir ki, insanın burada olan motivasiyasından həyat tərzi, həyat planları çox asılıdır. Yəni, sən əgər buradan artıq özünə güvənin yoxdursa, sən heç bir addım atmayacaqsan. Və ən maraqlısıdır ki, indiki zamanədə cəmiyyət Marsda başqa planetdə yer axtarır. İndiki zamanədə digər ölkələrə, Avropa ölkələrinə, hətta Kitay, o tərəflərə baxanda görəndə ki, onlar 2025-ci ildə yaşayıb, amma düşüncələrinlə, kəşf etdiyi şeylərlə 2000 bəlkə də 70-ci illərdədir. İnsanlar görün hara irəli gedib. Bizimkilər hələ əmin ola bilmirlər ki, onlayn nəsə öyrənmək olar, yoxsa yox. Yəni, həqiqətən də çox gülməlidir. Yəni, insanlar hara gedir, sən hələ onlayn öyrənə bilmirsən və yaxud şübhə edirsənsə, nə bilim, çox maraqlıdır. Siz nəyə nail olmuşsunuz bu düşüncə ilə? Bu qədər canlı yayımlar açıram. Dərs vaxtı özünüz görürsünüz, dinləyirsiniz və hələ də özünüzə şübhə edirsiniz ki, mən öyrənə bilmərəm. Deməli, əmin olun ki, siz bu yaşa kimi gəlmişsiniz və adım kimi əminəm ki, heç nəyə də nail olmamışsınız və heç nəyə də nail olmayacaqsınız. Çünki özünüzə qarşı olan o şübhəniz var, həmişə sizi bir addım geri qoyacaq və həmişə uğur qazananlardan bir addım geridə olacaqsınız. Həyat sizindir, necə yaşamaq da sizindir. Ona görə də mütləq şəkildə bu düşüncələrinizə fikir verin. Və bu arada hər gün, birinci gündən başlayaraq, hər gün axşam saat 12-dən, 00-dan 1 saatlıq dərslər olacaq. Tamamilə pulsuz, canlı yayımda. Xahiş edirəm, səslə qulaq asın. Canlı yayımda olacaq. Sadəcə bir tələbim olacaq. Mənim ikinci kitabımı əldə edirsiniz. Çünki həmən kitabı əldə etməsəz, yəni o qədər də sizə maraqlı olmayacaq, söhbət nədən gedir başa düşməyəcəksiniz, nəticəni çox gec əldə edəcəksiniz. Kitab da çox dəyişək dərəcədə bahalı qiymətə deyil, 10 manatadır. Əldə etmək üçün də aşağıda məlumat verilibdir. Mütləq şəkildə diqqətlə baxın, yazın və yaxud mesaj bölməsinə yazın, geri dönüş edəcəm.